Hörmətli izləyicilər, sizə bir dənə bağlı bağçalı. Avamlarlara bax, hörmətli izləyicilərimiz. Bir dənə bağlı bağçalı ev tapmışam. Özdəki ev düşmə variantı. 70.000 manata verirlər. Ev bankdadır. Bankdadır, qardaş pul götürüb ödəyə bilmir. İndi satır, sənədi də ayrıcadır. Paket qutadır. Burada çöldə ayaqlı olsun. Hörmətli izləyicimiz, şirin nardır. Bax, bir dənə narlar çək. Baba, güncə patlı. Bir dənə oydu, arı var. İzləyicilərimiz. Bir də çək, biz arımız işləyəcək. O bir dənəmizə bundan. Mübarək yiyək. Burada bağlı bağçası. Darvaza oradan olacaq. Qardaş deyir ki, darvazanı oradan qoyduracağım. Oradan yeri var. Gəlsə izah edin. Buraya burada. Qardaşın özü bunu dokumentalını vaxt ki, qupçasını alıb, pul lazım olub, banca qoyub götürüb. Yəni, o problem yoxdur. Yəni, sənədləşmə altdan da olacaq. Bax, gördüyünüz, bax, şəxsi tikili həyət evidir. Hörmətli izləyicilərimiz. Bax, buradan da hasar olacaq, bölünəcək. Yəni, qardaş dedi, hamısını, hasarı. Bəli, qardaş, darvazanı da üzərində göstərəm. Darvazasını da qoyacaq, verəcək. Qupçası da ayrılacaq, hörmətli izləyicilərimiz. Evimizin, bax, buradan da məsafəsi var. Burada altı ağacı, gəlin burada hörmətli izləyicilərimiz. Bax, yemişlərin var ağacı. Bax, burada özü qırmızı ağacı. Buradan da hörmətli izləyicilərimiz. Buradan da bura bağlanacaq. Bura arxaya pəncərə qoymayıb qardaş o vaxt ikəndə. Buradan bura bağlanacaq. Maşallah, bağlı bağçalı. Narlara bax, bir dənə gələcək narlara. Dayım, maşallah, hörmətli izləyicilərim. Düşmə variant. Nə vaxtdır belə bir dənə həyət ev axtarırdınız. Şəxsi özü üçün tikilmiş ev. Hörmətli izləyicilərimiz. Bax, ənzirinə kimi var. Əncil ağacına kimi var. Gəlin. Biz şəxsi tikili həyət evini nədən bilirik? Bax, bu qapıya gəlirsən, belə eləyəndə ağır açılırsa, deməli, baxalı qapılı. Hörmətli izləyicilər. Bax, bura bütün doldurulub. Qardaş deyib, baxalı travmovka aparatı ilə eləmişəm buranı. Dedim, qardaş, niyə eləmişsən? Dedi, istipol üçün. Bütün evi istipol nəzərdə tutmuşam. Kim istəsə deyir, istipol da eləməz, təşkil verər, yəni problem yoxdur. Burada bir dənə otaqdır. Bax, həm də qardaş bir dənə şey dedi. Dedim, qardaş, bir dənə zəhmət olmasa oradan göstər, mən göstərim müştərilərimizə izin. Bax, 2 dənə qapı qoyub. Dedi, buradan bölüb. Bir dənə detski, bir dənə otaq burada çıxarmaq olar. 2 dənə otaqdır. Qapıları çox qoymuşam ki, kim o alsa, ona uyğun gələcəyinə nəsə eləyə bilsin. Bax, burada bir dənə otaq buradadır. Hörmətli izləyicilərim, aşağıda görürsünüz fortuskanı qoyub. Qardaş dedi, bura qapıda qoymuşam. Bir dənə zəhmət olmasa göstər. Bura qapı qoymuşam, buradan bölünəcək. Bura sanuzelin yeridir. Hər şeyi özünüz edəcəksiniz, istədiyiniz kimi də alınacaq. Pinapen, pəncərələr hamısı bahalı, pinapen qulplarına qədər orijinaldır. Bura zalıdır. Deməli, bir zal aşağıda, 3 dənə yataq otağı çıxarmaq olur. Bura zaldır, bir dənə sanuzel, 3 dənə yataq otağı aşağıda çıxır. Yəni, istəsəz 2 dənə böyük yataq otağı da çıxarda bilərsiniz, yataq otağı, bir dənə zal da çıxarda bilərsiniz. Amma ki, aşağıya rahat mənə 4 dənə otaq salmaq olur. Bax, atmağa minlərə baxırsınız, hörmətli izləyicilərimiz, hamısı qaydasındadır. Bax, keçəyim, çalmaq 2-ci mərtəbəyə. Mən çox bəyəndim. Qardaş pləkanı çox meyilli eləyiblər. Bu hələli üstünə taxtaları vurublar. Yəni, pləkanı üzrə kim alsa istədiyi səviyyədə yıxdırar. 2-ci mərtəbə mansardır. Elə bir ki, hörmətli izləyicilərimiz. 4 otaq alırsınız, 4 otaq. 2 otaq da buradadır. Pəncərə qoyulub bir otaq, bir otaq. Görürsünüz, 2 otaq burada çıxardırsınız. Burada da bir dənə əlavə zal çıxardırsınız. Ümumilikdə olur, hörmətli izləyicilərimiz, 6 otaqlı ev. Paket qupçalı evdə bankdadır, təcili pul lazımdır deyə satılır. Yəni, kəməri görürsünüz də, hamısı, stoykalarına kimi hər bir şey qaydasındadır. 70.000 manata təklif olunur, bax, bu cür ev, yəni havayı qiymətə verirlər. Yəni, mən deyərdim ki, bağlı, bağçalı, 2 sot yarımın içində belə bir ev tapa bilməzsiniz. İnşallah, real ağızlar buyursun, zəng eləsin, bu gözəl evimizi əldən qaçırmasın.